Salam, sabahınız xeyir. Saat 6'ya qalıb 20 dəqiqə mən evdən çıxdım. Gedirəm. İnşallah günə başlayar. Ay Allah. Elə bildim lift dayandı. Bir anlıq qorxdum. Belə video başladığında davamı gəlir. Hələ yola zada çıxıramsa heç bu lift niyə bilinir? Nəysə salamat düşdük. Bir dənə yağış atır. Dünən axşam Anjela video çəkib atıb. Ders olmaz xanım. Yağışımıza, lesanımıza baxın. Elə belə yağmır ha. Belə şiddətli yağırdı. Deyirəm ay Allah, bu da məndəki bəxt. Düzdür, ruzu bərəkətdir. Yağsın. Amma nə bilim. Nəysə, yağsın. Ben o dedim yaxşı şüşələrimi silməmişəm. Şüşələrimiz berbat gündə. Böyle yağsın. Qəşəng yerin yurdun tozu torpağı yatırsın. Dən külək olmasın, nə olursa olsun. Külək dəhşətdir. Yağış da yağına xeyri yağış yağsın. Küləyin də xeyrisi olsun valla. Yəni qəza bəla verməsin də. Nəysə, nə deyəcəkdim? İnarsız 2 saniyə bundan qabaq orada nəsə deyəcəkdim, fikrimdə var idi. Təmiz silindi beynimdən. Yoxdur. Elə şey olmayıb. Heç nəsə deməyəcəkdim sizə. Qız, bir gün ağlım gedər eləyərsən. Sizləri unudaramsa üzülmüyor. Bu gedişlə deyəsən, hamını hər şeyi unudacam. Ağzımda dediyim söz yadımdan çıxır. Saniyədə oldu. Nə fikirləşirdim, nə deyəcəkdim? Nə deyəsə ki, şunursa. Paltar demək olar ki, yoxdur. Öz-özümə fikirləşirəm ki. Yaxşı da, yaxşı, sakitləş. Sakitləş. Qadan alım. Mənə deyəsə ki, Sol, öz-özümə fikirləşirəm ki, izləyicilər deyəcək, Sol, üşümürsən, qol açın. Qız, demək olar ki, paltar yoxdur qız mənimdə. Valla. Yəni, həyatı boydana razı yüz görməmişəm da. Paltar səni belindən tutulur. Mən fəsli sevirəm, hamısın. Amma bir dənə haçanı sevmirəm. O ki, yayın, həmişə avqust olur. O ki, birdən-birə hər şey saralır elin. Elə onda ağlamağım gəlir ki, çox pis oluram onda. Və belə külək də olsa, yerində olsun da. Başqa 40 nömrə gəlmir. Qabaqda gedir. Amma nə işlə biləm indi niyə? Çünki Megastorda düşəcək. Bugün ayın 4-dür. Sabah Nərgizin ad günü. Siz bu videonu izləyəndə Nərgizin ad günüdür. Dedim ki, yolda birdən yadıma düşdü ki, mən sabah evdə deyirəm axı. Heç olmasa balaca bir dənə tort alım. İndi ona sürpriz eləyim. Bu Megastorda yoxdur. Təzə tort yanı yoxdur. İndi Araza baxacağım. Görüm orada varsa alacağım. Mübariz şirniyyat evində keşkə düşərdim. Oranın tortlarını mən xoşlayıram. Qəşəng təzə olur. Almamışsınız, oradan 1-2 dəfə alın, yoxlayın. Bir dəfə yoxlamağınız kifayətdir. Dadlı olur. Yəni çox belə krem eləmirlər də tortu. Zakaz da eləmək olur. Aldım. Xanım özü deyir ki, valla deyir, təzə tortu axşam özüm qoymuşam. Dedim, lap əla. Çox böyük almadım, balaca. Mən onsuz da yol çıxacağım. İnşallah qismət olarsa yeməyəcəm. Nə mücadilələr verir, işə gedib gələnə qədər. Qız, bu külək məni o qədər çırpıb ki, elə ki, canım ağlayır, valla. Bəh. Saniyədə dəyişən hava durum. İndə külək yox. Mən bürcümü oxşayır. Əkizlər bürcü elətdirlər.
Mini ev təmizdir. İnanın da deməyimə ehtiyac yoxdur. Bakıda yaşayanlar bilir. Külək bir vəziyyətə salıb evi. Bir də Nataşın otağında şəlpə olduğuna görə, şəlpə deyəndə yenə xalça fason bir şeydir. Ona görə oranı pilisos elədim, o da əsəbləşdi. Deyir, söndür, yatmaq istəyirəm. Saat 10-un yarısıdır. Yeməklərim hazırdır. Demək olar, bütün işimi bitirmişəm. Hamam, tualet, kuxnya, koridor, bir də zalda Seyidxan var, televizor baxır. Ora hələ dəyməmişəm, amma bu üç otaq qəşəng təmizləmişəm. Kuxnya ilə koridoru qəşəng sildim. İndi bir dəfə də silirəm. Bu arada bu təzə dəsmal əla çıxdı. Bir dəfə də silim, ondan sonra keçim hamam tualetə. Nuş olsun. Ne oynaşmır ne bir yana. Hara? Diyarbakır bura. Ha. Hele bize bir mefraz mu gəlsin özümüzdən. Hə, tüzü yekəldəsiz. Apar öz evini göstərməyə bizə. Düşüblər qabağa. Anjela şəklinə. Anjela hamı yazıb ki, bizdən Anjelaya çoxlu salam de. Likanın evinə gedirik. Ayağım oldu su. Bıy. Ben böyle yakışıyorum da hoşuma. Quşların səsinə qəşəng. Yağışdan məni görüb dayanmır. Nəyə gülürsünüz? Çox mübarək. Çox mübarək. Nə yüzü karton? Çıxartmısınız, bura tökmüsünüz. Maşallah, maşallah. Bura qonaq otağıdır. Hə. Zor cümləsə qəşəng böyük. Qəşəngdir. Şuşayı niyə çartlatmısınız? Deyir, ora çart. Bura nədir? Maşallah, sarımsaqlarınız adına bax. Yo, yaxşısınız, yaxşısınız. Qışa hazır. Hamam tualet. Gəlin də məndən qabaq çıxın. Yox, siz çıxın, mən göstərim də. Buradan taşın böyle kalmışsın. Buradan gibi olsun. İnşallah. Burada yine hemen çişmeyi. Hə, hamam tualet. Burada şey. Bura bizim otaqdır. Seçmişəm burada. Şama Kəmönün evin proyektini oxşuyur. Osman yıxılmışdım. Mən ay quş giribsə. İçi uçur, yox deyib, bax uçur. Ay Allah. Aç qapını çıx, pəncərəyə çıxsın. Maşallah yekə-yekədir otaqlar. Çıxırıq balkona. Bəh, mənzərə öz nə gözəldir. Vallahi. Bir də gördünüz çəkə-çəkə aşağı düşmüş. Çox qəşəngdir. Superdir. Sağlığınıza qisməti inşallah. Görürsən Anjela silə biləcək bu şüşələri. Kim siləcək? Mən deyir silməyəcəm. Kim siləcək ana qurban? Çox qəşəngdir. O evə baxın, rəngi nə gözəldir. Bu da Anjelanın ev turu. Dən için remontu qalıb inşallah. Qonşunun toyuqlarına baxın. O qədər yağış yağdı ki. Bundan məndə var idi Şamaxda, bu güllərdən. Bu rəngi amma ilk dəfədir görürəm. Çox gözəldir. O da ayrıdır, o ayrıdır, bu da Hə. Rəngləri çox gözəldir.
Bu nə rəng zambaqdır Ali bacı? Zambaqdır da bu. Nə rəng idi? Pembe rengi. Rozvu. Yok. Ha, Yasəmən rəng. He. Hə, bizdəki O da onun sarısı. O da samaxı da var, sarı da var. Hə. Bu sarısıydı o. Ya bu sarı renk atmıştı. Sap çok çiğ. Tabii ki de bunlar tun diye. Bunun yanında indi kurumayıb da. Yo, bu kötüyündən bitir Ali bacı. O kötüyünü. Kötüydü herhalde nedense piştirdi ne? Neden bitirdi? Nə bilim. Doğrudan ki birinci toğu yananı yumurta. Öyle bu da ondandır. Hə, bizdə bunun ağı var. Payızda mən ağından göndərərəm sizə. Ağı nə kəs? Ağı da gözəldir. Bu çox qəşəng. Bunun rəngi çox gözəldir. Əslində yeməli nardı ama bakan yoktu. Ben uşağım olan vaxtı onun puluyla mənə yüzüğü alıblar. Müşmüşəm yüzüğü. Hə, uşağı nə edirlər? Bu evdəkindən deyir. Hə. Danışqırıq. Biraz şirin yerim. Nə hərəniş qoyur. Pomidorlarımız var. Maşallah, maşallah. Bol olsun inşallah. Odur pomidor bu şeyin altında. Az yox, o paxladır. Ay, deyə klonkan yanında şu pomidor var. Bu hə. O klonkanın altındakı paxlıya oxşuyur. Xiyar. Doğrudan. Klonkan var amma Xəbərimiz yoxdur, görəsən. Qalıqlar çəkir də nə? Hə, çəkim. Yoncalığı çəkir. Maşallah, maşallah. Aliyə bacı deyir, buraları çək. Deyirəm, bəlkə icazə vermirlər. Siz düşməyəsiniz, siz çəkmirəm. Özü bilir. Maşallah. Gəlmişik buradan xiyar, pomidor, biber zat hər şey almağa. Maşallah. Bunlar belə əkib satırlar. Maşallah. Bağlarına, bostanlarına. Evlərin içi o qədər gözəldir. Sağlıqla otursunlar. Girmişdi evə. Anjela da bayırda. O da gəldi. Onlar nədir? Çöl tərəfə çıxdılar. Maşallah. Çox qəşəngdir ha. Allah bizə də qismət eləsin hicab. Həm gəlin özü hicablıdır, həm də qızı dünən keçib hicaba. O qədər gözəl yaraşır. Maşallah, maşallah. Allah bizi gözdən qorusun. Toyuqlara baxın. Mən bax istəyirəm kənddə yaşayanda da belə kənddə yaşayaq. Belə hər şey əkib becərəsən. Bizdə Şamaxda su yox idi da. Burada maşallah su var. Hər şey də olur. Çox qəşəngdir. Tı sizə. Maşallah. Burada belə ucuz verirlər də. Çerez gətirib çıxardılar bizlərə od qiymətinə. Aliyə bacı deyir gedək. Sən də biraz dəyişiklik olsun. Öz deyir çək də buraları. Deyirəm, mən bəlkə icazə verməzlər. Deyir, yox. Biz düşməyəndən sonra niyə icazə vermirlər? Çək. Mən də krasovka ilə gəlmişəm. Batacam indi palçıq. Belə dibini nə gözəl eləyiblər. Klonka ilə. 1000 dəfə maşallah. Vallahi. Əziyyət çəkirlər. Otun üstü ilə yerim. Badımcanlara baxın. Maşallah. Nerede kızım? Buna bak. Bol ruzu bərəkət versin inşallah. Əziyyət çəkmisiniz. Superdir. Bilirəm. Klonka belə niyə dibini eləmişsiniz ki, su nəm qalsın? Yox, eləmiş ki, sərmədə də o alaq olmur. Hə. Kitman vurmurlar da, qabaq kitman vurmur. Hə, başa düşdüm. Üstündə də klonka olur, bir dənə indi o yığışdırmışıq. Parnik da. Hə. Hamısında bu, hamısında. Maşallah, əllərinizə sağlıq. Çox qəşəng.
Super. Telefon götür. Hə, bir də budur. Götür dərdini, götür dərdini. Doldurmağı, iyi vuram. Telefon beni. Get birində getsə xiyar nə edir acım? Ne iyi, gel birində getsə alsın. Siz belə bunu həyətdən satırsınız, yoxsa? Apar bazarda verir. Ha. Yığır cəmcir belə. Ya, apar bazarda verirlər. Ucuz alırlar, ha. Hə, hə. Deyəndəki Hə də indi çıxan yaxşıdır. Elə biraz zaman. Açılsın yerin iş qoymasın. Kimi mən qaşınma düşür. Hə, mən yığım da. Yox, yox. De yekələrini. Değmə, o yoxdur. Hə. Değmə, o fiyat üstün batacaq. Yox, o batmağa görə. Hə, hə, Allah köməyin olsun, hə. Maşallah, zirəkdir. Tı, göz dəyməsin. Bacı bilmirsən nə deyir? Pis yerdən qoyublar axı elə. Əslində var, qapı. Bilirəm, bacı, gərək çölə fırlanasan da. Orada da bir dənə belə həmlə gəlin var. Deyirəm ki, bacıma. Amin, amin. Allah başınızdan milyon qat töksün. Bilmez, bir dənə elədim. 4 dənəsi sonra 5 dənəsi yerdim ki, qoy yerim. Maşallah. Bunlar hələ yetişməyib, qarğıdalı. Yetişməyib hələ qarğıdalı. Maşallah. Qız cənnətə düşmüşəm elə bil. Vallahi. Keşkə mənim də suyum olardı. Maşallah, tü. Belə pis mənada demirəm, ha. Vallahi gözüm zadım yoxdur. Yəni deyirəm suyum olardı, mən də əkib becərərdim Şamaxda belə. Həm də torpaqları maşallah qəşəngdir. Maşallah, milyon dəfə. Da paxladım. Narlara baxın elə. Cənnət elə bil. Bu başdan o baş hamısın elə də gözəl səliqə ilə əkiblər ki. Daha krasovkaların batıb yulası da. Nətər gəldi yeriyirəm. Buradan da belə su yəqin gedirmiş. Burada da yenə bibər. Görürsə ağıllı fikirdir. Deyir alaq olmur da. Bu otlar olmur. Ot olanda ona da əziyyət çəkirsən. Dibin boşalt, doldur, nə bilim. Otu təmizdə. Maşallah, maşallah. Bunlar yəqin ki, başqa yerə getməyə, eləməyə vaxtları olmaz. Çünki ancaq bura qulluq. Burada da kartoşka var. Burada paniklər var. Çox qəşəngdir. Mən belə kənddə yaşamaq istəyirəm. Maşallah, maşallah. Burada hamısı pomidor. Aa, qızarıb pomidorlar. Maşallah. Bu nədir görəsən? Bu bilmədim. Bu da parnikdir. Bu nədir görən? Bu nədir? Ora keçsən tap deyəcəm. Gedim o başdan baxarım. Çox səliqəlidirlər özləri. Aliyə bacı, bu nədir? Bu da bu. Yonca. Ha. Yonca belə olur. Belə olmur axı. Bu yəqin toxumla özünüz əkmisiniz. Hə, yoxsa o birisi yonca belə yarpaqları olur, deyil mi? Hə, yoncaymış. Bəlkə də oradan siz öldürürsünüz, olmaz yoncadır. Bizdə də olur yonca, amma belə yarpaqları başqa cür də. Yəqin inəyə zada verməyə əkiblər. Maşallah. Burada nə var qızım? Panik. Sənin hicab çox yaraşır ha. Maşallah sənə, maşallah. Tax, yardım. Üstünə yanıb. Birin qırmayayım. Bacı halal elə bir dənəsini qırdım. Maşallah, maşallah. Bizi itirməsin. Reyhan da var orada. Bir ikisini qırın, salata. Mən baxan qırım içdim. Hər kəs. Ay Allah. Bu sürüşüb qırıb eləyərəm sən ona çıxım. Təzə su alır. Hə. Aha, onda su gəldi, çıxdı nəhayət. Aliyə bacı.
Bu insan quruyacaq. Sabah hə. Yox, sabah nə edirəm ki? Bürsü günə. Sabah toya gedəcək, tufli ilə gedəcəm. Quruyar. Ax, yəni qəşəng yupyumuşam. Salam, sabahınız xeyir. Dünən videonu yekunlaşdıra bilmədim. Dedim, indi sakitçilikdir, videonu yekunlaşdırım. Bura qədər montaj eləmişəm. Aliyə bacı işə getdi. Anjlan qaynanası ingilis dil müəlliməsidir. Getdi işə, Anjla xanım da səhər yeməyi hazırlayır. Kuxnaya girmişəm, deyir ki, sənin üçün yumurta kapama eləyəcəm. Deyirəm, yaxşı. Belə, biz də gecə saat 3-də yatdıq. Düz 3 idi. 3-də məndə lent qarışdı, daha bilmədim nə danışdım. 2-yə qədər uşaqlar da bizimlə indi. Sonra Aliyə bacı ilə söhbət elədik biraz. Axırıncı sözüm oldu ki, dedim Aliyə bacı. Gözlərim yumulur. Yatdım dünən saat 5-də. Elə ki, 1 sutkaydı ayaq üstəydim. 2 saatdan sonra 1 sutka tamam olacaq. Təsəvvürün 22 saat ayaq üstə. Belə. Dünən çox qəşəng keçdi günümüz. Getdik, qonaq gedəsi yerimiz var idi. Ora getdik. Sonra dünən demək olar ki, evdə oturmamışıq. Gec gəlib bura çatdım. Mən saat hardasa 3 idi, 3-4 idi. Ya 4-də qalmışdı, ya da 4-ün yarısı idi mən gəlib çatanda. Axırıncı sizə göstərdim, mən polları silirdim evdə. Anjla gil mənə demişdilər ki, maşın saat hardasa 1-də, 12-də belə gələcək. Mən də başımı salmışam aşağı, pol silirəm. Bir də gördüm ki, saat 10-a qalmışdı, 5 dəqiqə zəng elədilər ki, ayağına hazırlaşdıq, bəs maşın gəlib. İnanırsınız, nətər çıxdım, nətər sildim, təmizlədim, bilmədim. İşlərimi demək olar ki, bitirirdim. Amma da özüm hazırlaşa bilmədim. Qaça-qaça heç bilmədim, nə geyindim, nə tələsi çıxdım evdən. Sonra çox gec gəldi. O birisi klientlərin zaten götürənə qədər saat 4 qalmışdı, nəsə yarısı belə. Gəldik, bura çıxdıq. Şükür, sağ-salamat gəldik, çıxdıq. Sonra qonaq vardı. Qonaq gedəsi idi, bir yer vardı. Ora getdik. Sonra getdik, gördük xiyar, pomidor aldıq, həyətləri maşallah, maşallah çox gözəldir, çox qəşəkdir. Sonra nənəm, bacısı var. Allah özü kömək olsun. Vəziyyəti ağırdır, yaşlı xaladır. Allah özü kömək olsun. Getdik, ona dəydik. O da Hacı Qabulda, Hacı Qabulun kəndində desin. Ora getdik, belə. Oradan da gec gəldik, saat 12 işləmişdik, 12-nin yarısı idi. Dünən axır ki, belə 3 dənə yerə getdik. Dünən də yola verdik. Bugün nə toydur, bugün mənim Nərgizimin ad günüdür. Ana sənə qurban olsun, böyük qız olasan. Belə işlər. Dünən mən 4-də qalmış çatdım, bir yarım saat sonra Ataşa zəng elədim. Ataş deyir, ana gəlmirsən. Anjla deyir ki, mənim anamdır, gəlmirsən nədir? Bütün gün sizin yanınızdadır. Benim nə oldu, Ataş darıxdı, onu deyir ki, hə. Belə. Hava o qədər qəşəkdir ki, belə soyuq zat yoxdur. Saat indi 9 işləyib, sərindir, qəşək, amma buludludur. Bugün də yeni bir video başladacağım. İnşallah o toya hazırlıq olacaq. Anjla da yoldaşı da məndən gedəcək. Mən dedim ki, daha gedirəm, tək getməyim. Onlar məni əvvəl ilə danışmışdıq ki, qoyacaqlar ayağıma nəsə olub. Məni qoyacaqdılar toya. Sonra özləri orada gəzəcəkdilər 1-2 saat. Mən də dedim ki, daha 1-2 saat niyə gəzirsiniz ki? Hamımız bir yerdə. Onsuz da bizi toya ailəvi çağırıblar. Amma daha Seyidxan gələ bilmədi. Uşaqları mən gətirə bilmədim. Dedim, elə belə gedək ailəvi. Fərqi nədir? Onlarla yoxsa sizinlə. Ona görə axşam inşallah hamımız bir yerdə toya gedəcək. Günəş də çıxmaq istəyir. Günəş çıxır. Dünənki videoda bir çoxlarınız yazdınız. Anjeliya salam deyir. Aleyküm salam. Salam göndərən sağ olsun. Çox sağ olun. Dünən ürəyim daralır deməli başda. Bütün yorumlara demək olar ki, oxudum, cavab verdim yol boyunca. İnternetim var idi. Belə, mənə də yaxşı oldu. Həm yorumları cavablandırdım, həm də dəstəyiniz üçün çox sağ olun. Dedim ki, qızlar, ürək atın hamınız. Bir izləyici də yazıb ki, deyir, spam nədir, spama necə düşür? Mən orada izah edə bilmirəm, spam necə düşür. Spam yəni ki, şikayət eləyirlər kanalı.
YouTube-da görür ki, o dalbadal ilə şikayət gəldisə, spam atır. Spam da odur ki, başqa hansı ki, abunə olan izləyicilərin belə qarşısına videolar çıxmır. Başa düşdünüz? Spam odur. Bildiriş açıq olduğu halda, çünki bəzən yazırlar ki, buram elə bir qabıq olub. Bəzən yazırlar ki, Solmaz bacı, video gəlib xəbərim olmayıb. Ya sizin internet olmur, o vaxt xəbəriniz olmur, ya da internet olsa belə kanal spamdadsa, mən canlı açdımsa elədir. Ona görə canlı açmaq istəmirəm. Amma belə də sizinlə canlıda tam başqa söhbət edirəm. Sizlər də canlını sevirsiniz, amma canlıda gəlib spam atanlar çox olur. Ona görə də kanalımız düşür spama. O boyda əziyyət çəkirəm. Deyim sizə, son bəlkə 10 videodur, 15 videodur, yalan olmasın. Demək olar ki, izlənmələr çox düşüb. Heç olmasa öz abonəm məsəl üçün 13-14 mindirsə, 10 min olanda yaxşıdır. Amma olmur axı. Olmur. Heç cür olmur. 5 min. Yəni mən o boyda əziyyət çəkirəm, video çəkirəm. İndi bax, burada danışıram da mən. Anjelanın yanında geyib otura bilərəm. Amma vaxt ayırıram, əziyyət çəkirəm, videolar çəkirəm. Sizə minnət mənasında yox ha. İşimi sevdiyim üçün, bu mənim ikinci işimdir. Anjela gecə nəsə deyir ki, anam ikinci işlədir. Girəm yorumlara baxıram. Məyən ki, işim budur, eləyirəm. Minnət mənasında demirəm. Amma insan əziyyətinin qarşılığını görməyəndə pis olur. Yəni mən o videonu o boyda əziyyət çəkmişəmsə, niyə 5000 izlənsin? 40 dəqiqəlik, 45 dəqiqəlik video çəkmişdim o gün. 5000 izləndi, çox az izləndi. Niyə? O spam atanların üzündən. Çünki öz izləyicilərinin qarşısına çıxmadı. Qız qolum qırıldı valla. Nəysə gedim. Spam da budur bacım. Bir çoxları yazıb ki, quyruq, ərinmiş quyruq necə? Qız dedim, valla dedim, videonun içində dedim, diqqətlə baxın. Mən bir şey deyirəmsə, onu ətraflı deyirəm. Ona görə də bəzən olur ki, mən çox danışıram. Çünki ətraflı sizə çatdırmağa çalışıram. Quyruğu buzxanadan götürürəm, deyirəm, qısıq kəsirsiniz, belə çəkirsiniz. Yenə yazırlar. Quyruq yoxsa quyruğun yağı. Buzxanada bir dəfə vurdunuz, tullayırsınız. İndi onu başa düşdüm, çünki demədim, neçə dəfə istifadə edin. Vururam, təzdən qaytarıb qoyuram buzxanaya. Yəni, niyə tullayaq ki bunu? Hər dəfə sürtdükcən içindən yağ çıxır da, o bitmir axı. Anjela ilə gəzir ki, elə bir zəlzələdir. Ajan, Allah haqqı çox möhkəm gəzirsən. Dizmə nəsə olub mən? Nə bilim, nəsə ağrıyır. Yox, dişləməyim, nəsə elə qaşıyıb qopartmışam. Nəysə qızlar, belə. İnşallah. Bir də soruşurlar, Anjela Səbrəbaddadır, Səbrəbadın kəndindədir. Daha o qədər aralarında deməyim də, Səbrəbada gəlin köçüb, o qədər də deməyim. Belə qızlar, getdim, sağ olun, sağlıqla qalın. Allah'a emanet olun. İnşallah sevərək, bəyənərək izlədiyiniz bir videolar. Bunu bitirirəm, elə həmin dəqiqədə Anjela xanım səhər yeməyə hazırlayana qədər mən də təzə bir video başladacağım inşallah. Ondan sonra toya hazırlıq videosu gəlsin. Hamınızı öpürəm, özünüzə yaxşı baxın. İnşallah görüşərik.